Mən bilmirəm indi nə danışıb, nə danışmayıb. Arada gəzir söhbət. Baxırıq indi. Abdullah Buxari. Adil haqqında nə deyib? Adildə var əhl-i sünnənin üsulunu müxalif olan. Var. Hüccət qalxıb, Abdullah Buxari deyibsə də, Adilə buna görə qaldırıblar hüccət. Adil yox, kim olur olsun. Vəssalam təbdi. Vəssalam təbdi. Bidətçidir. Yoxdur ki. Adildə yoxdur ki. Mən o vaxtda danışılan da görüş olaraq əhl-i-sünnədən belə bir şey gətirilib. Məsələn, orada güc olarsa və heç bir fəsad olmazsa, yəni bu şərtlər var da. Yəni bu əhl-i-sünnənin yəni görüşlərindən biri olaraq, alimlər kimsə İbn Həcər Rahimehullah Fəthül Baridə əhl-i-sünnəyə mənsub edərək gətirir deyə belə bir şey gətirilib. Aynen. Bir de deyirlər ki, bu hansı alimi qurmaq istədir? Abdullah Buxari haqqında adıma. Abdullah Buxari Allah tarixdə vafiz olmayan tezə doktora girmiş. Neçə il olmadı bu? 16 il olardı. 15 il təyin. Bu da adına gəlib danışırdı. Təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Və gəlib tez-tez soruşurlar ki, nə görürsən onu? Nə görürsən? Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şeydir. Filan şey hansı ki, yəni əməl olaraq özü-özlüyündə nədir? Küfrü əməllərdir. المعتزلة أتباع واصل بن عطاء تلميذ الحسن البصري، كان من تلاميذ الحسن البصري رحمه الله إمام التابعين. لما سئل الحسن البصري عن مرتكب الكبيرة هل هو كافر أو مؤمن؟ قال رحمه الله مرتكب الكبيرة فاسق وليس بكافر، مؤمن لكنه ناقص الإيمان وليس بكافر. قال واصل بن عطاء تلميذه أما أنا فأقول ليس بمسلم ولا كافر. İkinci mərhələdə dedi, dayandım. Yəni, nə müsəlmandır, nə də kafir. Belə şey olar. Belə şey olar. Nə müsəlman, nə kafir. Onda nə? Nə deyilir ona? Mu'təzilə qidəsidir. Xavariclər günah əlin kafir görürlər. Mu'təzillər isə kafir görməsələr də deyirlər, iki mənzil arasındadır. Nə kafirdir, nə müsəlman. Mu'təzilə qidəsidir. Yəni, Adil birinci xavarici idi, sonra biraz sıxılandan sonra mu'təzilə oldu. Dedi, deyaram. İndi deyirlər, sələfidir göy ki. Amma sələfili bir şey hələm görsənmir. Sələfi kimdir? Kim sələflərin üsulundan gedir? Sən sələflərin üsulundan gedməyəndə, məsələn, indiyəcən sələf forum barədə olan bir fikri yoxdur. Açıq aydın bir fikirləri yoxdur. Onlar ümumiyyətlə deyirlər, danışmayın. Danışmaq bölünür, ona görə kimin nə boyda problemi var, danışma. Dedilər ki, qeybətdir. Dedilər ki, cərh tədil elmi indi yoxdur, artıq bitib. Dedilər, dəvət səhv gedib. Dedilər, xavariclərine oturaq. Dedilər, o məsələlərdə ki, ixtilaf var, gəlin o məsələlərə qarışmayaq, o məsələlər ki, ittifaqı onlarda bir olaq. Dedilər, bəzi məsələlər indi vaxtı deyil. Və s. və s. Müşkül bir sizin nədir? Cəmaat bilmir belə məsələləri. Cahidlər. O da səbəbi nədir? Cəmaatın taxsiri. Kim azır? Taxsir özündədir. O ki, qaldı incəlik məsələlər. Mənhəc məsələlər incə məsələlərdir. Adil müəllim bidətçi deyil, Adil müəllim əhl-i sünnədir. Sən nə həyasız adamsan elə? Mən çox həyasız, sırtıq sətlər görmüşdüm. Sənin kimi sürtülmüşün görməmişdim. أحسن الله إليكم. يقول هل مسألة طاعة ولي الأمر وتحريم الخروج على الحاكم المسلم الظالم من المسائل الخلافية؟ لا، ليست من المسائل الخلافية، هذا كذب، بل هي إجماع. يطاع
ولو كان ظالما، ما دام أنه لم يخرج من الدين فإنه يطاع إلا في المعصية فتتجنب المعصية. وأما أنه يخرج عليه لأنه ظالم فهذا حرام. النبي صلى الله عليه وسلم قال: اسمع وأطع وإن ضرب ظهرك وأخذ مالك. اسمع وأطع، لأن أخذ المال وضرب الظهر أخف من الفوضى والانفلات وضياع الأمر وضياع الجماعة، فهو من ارتكاب أخف الضررين لدفع آلاهما، وهذه قاعدة شرعية معروفة في الإسلام. نعم. أحسن الله إليكم صاحب الفضيلة، وهذا السؤال قد تكرر كثيرا، ويقول فيه أحدهم: هل أسامة بن لادن ومن تبعه من قوله وأيدهم على مذهبهم يعتبرون من الخوارج؟ عندكم قاعدة أن الذي يخرج على ولي الأمر أنه من الخوارج، سواء أسامة بن لادن أو غيره، اللي يخرج على ولاة أمور المسلمين فهو من الخوارج. نعم. الشيخ عبد الله البخاري علام، والله علام. الله يقول أنا أعرفه من قديم، أعرفه من قديم. ما شاء الله. والله يقول لهم موتوا بغيظكم. الله أكبر. يقول هؤلاء النائلين من الشيخ عبد الله بن عبد الرحيم البخاري حفظه الله من يسمع وسدده في أقواله وأسماعه، ومن يسمع علامة صاحب سنة صاحب حديث. فنقول لهؤلاء القادحين فيه أنكم معتدين، ونقول لكم موتوا بغيظكم قريبا إن شاء الله تعالى.